Salam hörmətli izləyicilər. Bugün sizinlə süfrələrin bəzəyi, dadı və gözəlliyi ilə başqa şirniyyatlardan fərqlənən şəkərbura reseptini paylaşacağım. Xəmiri üçün lazım olan ərzaqlar: 3 stakan ələnmiş un, 150 qram xama, 1 yumurta sarısı, vanil, biraz köpürdücü, 1 çimdik duz və 200 qram soyuq doğranmış kərə yağı. Əvvəl xəmiri hazırlayaq. Ələnmiş unun üzərinə doğranmış soyuq yağ əlavə edib əlimizlə yoğuruq. Xəmiri yoğurmaq daha asan olsun deyə daha böyük qaba boşaldırıq. Vanili, köpürdücünü, duzu əlavə edib yaxşıca qarışdırırıq. Sonra yumurta sarısını və xamanı əlavə edib xəmirimizi yoğururuq. Çox insan şəkərburanı mayalı xəmirlə hazırlayır. Mənim fikrimcə mayalı xəmirdən hazırlanan şəkərbura həmin günü dadlı olur. Sonra qaldıqca onlar bərkiyir. Mənim etdiyim reseptlə isə şəkərburaları uzun müddət saxlamaq olur. Onlar qaldıqca yumşalır və dadlı olur. Belə şəkərburalara naxış salmaq da asandır. Bir sözlə şəkərburalarınızı bu reseptlə etməyi sizə məsləhət görürəm. Sonra hazır xəmiri eyni boyda kündələrə ayırırıq. Məndə eyni boyda 30 kündə alındı. Kündələrin üzərini streçlə örtüb soyuducuya qoyuruq. İçlik üçün lazım olan ərzaqlar: 300 qram fındıq, 200 qram şəkər tozu, 3-4 ədəd hil. Əvvəl fındığı qovurub qabığını təmizləyib blenderdən və yaxud qoz çəkən maşından keçiririk. Sonra 200 qram şəkər tozu və üyüdülmüş hil əlavə edib qarışdırırıq. Siz istəsəniz fındıqla şəkər tozunu eyni miqdarda da əlavə edə bilərsiniz. Sonra soyuducudan bir-bir kündələri çıxarıb, diametri təqribi 8 cm, qalınlığı isə 4 mm olan kiçik yuxalar açırıq və başlayırıq içlərini doldurmaya. İçlik nə qədər çox olarsa, şəkərburalar bir o qədər dolu və gözəl görünür. Mən 3 çay qaşığı içlik qoydum və başlayıram bükməyə. Onu da nəzərinizə çatdırım ki, yuxaların ağzı bir-birinə yaxşı yapışsın deyə içlik yuxanın qıraqlarına dəyməməlidir. Şəkərburaların ağzını yapışdırdıqdan sonra qıraqların vidvari formada büküb qoyuruq soyuducuya.
və bu qayda ilə bütün şəkər buralarımızın içini doldurub soyuducuya qoyuruq. Onu da qeyd edim ki, soyuducuda şəkər buralarının üstü dəsmalla örtülməlidir. Şəkər buralarımızın hamısının içləri doldurulduqdan sonra biz onları bir-bir soyuducudan çıxarıb bəzəyirik. Bugün mən sizə 2 cür naxış salmayı göstərəcəm. Birincisi hamının bildiyi sümbülvari naxışdır. İkinci naxışımız isə gül formasında olacaq. Bunun üçün şəkər buranın tən ortasına şəkərdən hazırlanan mancığı qoyub əlimizlə yüngül basırıq və bu qayda ilə başlayırıq bəzəməyə. Sonra isə gülümüzün hər bir ləçəyinin altından yenidən sümbülvari naxışla şəkər buralarımızı bəzəyirik.
Şəkər buraları listə düzüb əvvəlcədən qızdırılmış 180 dərəcəli sobada 15 dəqiqə bişiririk. Şəkər buralar süfrəyə verilməyə hazırdır. Sonda onu da qeyd edim ki, şəkər buraların üstü ağ qalmalıdır, altı isə yüngül qızarmalıdır. Nuş olsun. Əgər videomu bəyəndinizsə, like etməyi və kanalıma abunə olmayı unutmayın. Abunə olun ki, yeni videolardan xəbəriniz olsun.